Mən Ləzgiva rayona Səməd qızı 2000-ci ildən burada yaşayıram. Bu ünvanda yaşayıram. Qeydiyyatım buradır. Ailə qurmuşam. 2015-də yoldaşım rəhmətə gedib, mən tək yaşamışam. Yoldaşım rəhmətə gedəndən sonra baxdım mənim evimin üstündə oranı doldurublar torpaqla. Orada özləri üçün ağaçları qurudublar. Əvvəlcə bir-bir qurutdular ağacı. Biraz keçdi, biri qurudu, biraz keçdi, biri qurudu. Mən özüm oranı təmizləyirdim. Sonra mən xəstəlik tapdım. O ağacın içini, şam ağaclarını hər gün təmizləyirdim mən müəllimə. Ona görə sonra xəstəliklə bağlı, səhhətimlə bağlı mən ora əl gəzdirə bilmədim. Çox ağır formada asma bronxitem, onkoloji problemim var, əsəbdən, nervidən problemlərim çoxdur. Özüm pensioner qadınam, tək qadınam. Mən məcbur oldum, müraciət elədim Şəmkir rayon məmurlarına, aidiyyatı qurumlara. Hamısı gəldi, bələdiyyə şöbəsindən də gəldilər, icra hakimiyyətindən də gəldilər, şəhər sovetindən də gəldilər, ekologiyadan da gəldilər. Gəlib baxır, gəlin əlində bir kağız gəl, bura qol çək, biz gəldik, baxış elədik, baxış keçirdik. Və özləri də təsdiq edir ki, bu ağaçlar kütləvi şəkildə qurudulub. Bunu özləri söz əsasında burada, mənim yanımda deyirlər ki, ağac qurudulub. Çünki 10 dənə ağac qurudulmuş vəziyyətdədir. Neçəsi də orada ağacın altında da var. Və torpaqla üstü bastırılanlar da var. Şam ağaçlarının kəsikləri də var. Yerində də var kötükləri. Haradasa bax, 60-70 sm bəlkə də çox torpağın üstündədir. Burada putağın altındadır. Bir gün getdim, gəldim, gördüm, yaşıl ağacın bir putağını kəsiblər. Arada bir kamera var. Mənə getdim, polisə getdim. Dedilər ki, qanır xəttə çıxdım, əsəbləşdim. Polis gəldi. Polisdən də gəldilər, dedilər ki, qol çək, gəldi yarışıma. Dedim, yox, qol çəkmək şərt deyil. Bax, deyir, kimdir, sən tut, mənə ver. Mən kimi tutum verim? Kamera, arada bir asfalt var müəllimə. Bütün obyektlərin kamerası tutur buranı. Aradan da heç bir saat yarım keçməyib. Həmən ağacın putağı kəsilən yeri deyirəm. Dedim, mən hardan tutum? Tək adamam, mən çörək pulu dalından qaçıram. Xəstəyəm, həkimlərdə oluram, müalicəmin dalından gedirəm. Burada kamera var da, kameranı açdırın. İxtiyarınız var sizin. Açın, baxın, görün kəsən kimdir. Mən kimi tutum? O birisilər deyir, gecə başqa məmurlardan, şöbələrdən gələnlər deyir ki, sən gecə orada tut, bax, gör kimdir, tut, mənə ver. Mən bunu bilirəmsə, mən nəyə görə biləndən sonra gedib deyirəm, qoymaram da qurutmağa. Dəfələrlə həmən ağaçların dibindən, bax, valla, deyə bilmərəm içində nə olub. Kanistrlər, bax, yekə flaqlar mən özüm təmizləmişəm, yandırmışam hamısı.